Elastik, cırılmayan blinçik resepti bölüşürəm sizlərlə. Çox dadlı alınır, mütləq hazırlayın. 3 ədəd yumurtanın üzərinə 3 yemək qaşığı şəkər tozu əlavə edirəm. Çırpıcı ilə biraz qarışdırıram. Şəkər tozu içərisində əridikdən sonra içərisinə 1 çimdik duz, yarım çay qaşığı qabartma tozu əlavə edib qarışdırıram. 2 stəkan isti süd əlavə edirəm. Südü əlavə edərkən qarışdırıram. 1 stəkan soyuq su əlavə edib qarışdırmağa davam edirəm. İlk öncə 2 stəkan unu əlavə edib qarışdırıram. Sonra 2 yemək qaşığı daha un əlavə edib təkrardan qarışdırıram. Sonda üzərinə 3 yemək qaşığı duru yağ əlavə edirəm. Duru yağın əvəzinə ərinmiş çörək yağı da istifadə edə bilərsiniz. Blinçikin xəmiri artıq hazırdır. Belə yapışmaz tavadan istifadə edirəm. Salfeti biraz duru yağa bulayıb içərisini silirəm. Xəmirdən içərisinə biraz əlavə edib tez tərpədirəm ki, tavanın hər tərəfinə yayılsın. Qeyd edim ki, mən yağlı salfetlə sadəcə bir dəfə silirəm tavanın içərisini. Əgər siz tavanızdan əmin deyilsinizsə, tavanız yapışdırar deyirsinizsə, hər dəfəsində yağlayın salfetlə. Blinçiklər də bişdi, artıq görürsünüz. Üzərləri çox gözəl qızarıb. Sizə də göstərmək istəyirəm nə qədər elastik olduğunu. Görürsünüz, dartarkən heç cırılmırlar. Bu reseptlə blinçikləri artıq neçə illərdir hazırlayıram və çox bəyənirəm. Sizin də bəyənəcəyinizi zəmanət verirəm. Mütləq hazırlayıb dadına baxın.